Salamlar. 16 may 2025. Bu Almaniyanın Kel şəhəridir. Arkada qalan tərəf isə Fransanın Strasburg şəhəridir. Gördüyünüz kimi yoxlama var. Normalda burada heç vaxt tıxac olmur. İnsanlar gəldiyi kimi də gedirlər. Fransanı Almaniyadan ayıran bir çay var. Bu da Ren çayıdır. Belə bir körpü var. O tərəfdən tramla gedirlər, velosipedlə keçirlər, yeriyə keçirlər. Bütün Avropada sərhəd yoxdur. İstədiyin ölkəyə, buradan Almaniya, Almaniyadan Avstriya, sadəcə ara sıra İsveçrədə yoxlamalar olur. Dediyim kimi dostlar, Almanlar son zamanlar reyd edirlər, Almaniyanı təmizləyirlər. Və əgər sizin sənətiniz, oturumunuz yoxdursa, Avropanın heç bir dövlətində kağızsız olaraq buraya gəlməyin, sənətsiz olaraq buraya gəlməyin. Bura Almaniya, Kel şəhəri. Arkada qalan isə Fransa, Strasburg şəhəri. Görünən bina artıq Almaniyadır, Kel. Və arkada qalan isə Fransa, Strasburg. Bu reydlərin nəticəsində belə tıxaclar var, amma normalda buradan gəldiyin kimi gedirsən. Ola bilsin ki, bugün 6-cı gündür, ona görə belə yoxlama daha sıxdır, amma normalda axşamlar bir də görürsən ki, olmur. Bura Baden-Württemberg əyalətidir, Almaniyanın 16 əyalətindən biridir. Vətəni əyalət Baden-Württemberg, paytaxtı isə Stuttgartdır, Mercedesin vətəni. Bəli dostlar, bax belə rahat və bəsit. Sadəcə bu yoxlamalardır. Bir müddətdən sonra da bu normal hala gələcək, əvvəlki kimi yoxlamalarsız, gəldiyin kimi də gedəcəksən. Artıq Almaniyanın bu Kel şəhərində yaşayanlar və Fransanın Strasburg şəhərində yaşayanlar bələdiyyələrə, Almaniyada Bundestaga, Fransada prefektura məktublar yazıblar ki, bu tıxaclardan yorulmuşuq, bu gözləmələrdən yorulmuşuq. Fransadan tramvay da gəlir, Almaniyadan da Fransaya tramvay gedir. Yəni yeriyə velosipedlə və ya gəlir. Belə polis maşınlarıdır, bura Almaniyanın gömrüyüdür. Zaten polis maşın arabaları sözün deyir, hamısı Mercedes, BMW. Bu öndə də var. Yoxlamalar güclüdür yəni. Ciddidir, ciddi. Astanovkalarında da yoxlayırlar. Belə durublar.